Salamlar, necəsiniz? Hər həftə bazar günü saat 10-da paylaşdığım yeni podkastımın 3-cü bölümündə hər birinizi xoş gördük. İlk öncə videoya başlamadan mütləq kanala abunə olmağınızı və bildirişləri açmağınızı xahiş edəcəm ki, yeni bölüm gələndə qaçırmayasınız. Bu həftə əslində özümə bir istirahət həftəsi qeyd eləmişdim ki, bu həftə də son günlərdən başlayaraq bundan danışacağam detallı şəkildə, amma sizə söz verdiyim ki, bu podkastı çəkdim. Bir növ belə istirahətdə də olsam da söz verdiyim ki, mütləq çəkirəm bu videonu. Və düşündüm də ki, nə danışım ki, həm özümü yormayım, həm sizin üçün belə bazar günü ağır bir mövzu olmasın, maraqlı bir mövzu olsun ki, dinləyə biləsiniz. Yolda gedərkən, səhər yemək hazırlayarkən, kofenizi içərkən belə arxada gedə biləcək sizinlə bir söhbət videosu olsun. Və düşündüm də ki, doğrudan da mənim kontentimdə həm özümə maraqlı olan, həm insanların maraqlı olduğunu gördüyüm odur ki, öz problemlərimdən, özümün üzləşdiyi və həll etdiyi məsələlərdən danışmaqdır. Və bu həftə mənim üçün ağır bir həftə oldu. Hətta deyərdim ki, biraz belə necə deyirlər, hər şeyin üstümə gəldiyini hiss elədim və artıq həm bədənimin, həm beynimin, həm emosiyalarımın artıq yetər dediyi bir həftə oldu. Deyim də ki, çox belə ciddi bir şeylər yaşamışam, yaşamamışam əslində. İş cəhətdən sakit həftə olub, ümumiyyətlə şəxsi həyat cəhətdən maraqlı işlər görmüşəm, yeni şeylər yoxlamışam. Amma ki, bir an oldu ki, artıq qərar verdim ki, yox, mənə istirahət lazımdır. Bu qərara da tək başına gəlmədim. Təbii ki, ətrafımda məni hər zaman dəstəkləyən, dinləyən insanlar olduğu üçün. Onlar artıq məni dayandırdılar. Hətta mənə tapşırıq vardı ki, heç nə eləməyəcəksən, nə bizneslə bağlı, nə Instagramla bağlı, nə ümumiyyətlə kontentlə bağlı. Bilməyənləriniz üçünsə mənim Nova adında bir şəxsi inkişaf platformam var partnerimlə birlikdə. Və biz o şəxsi inkişaf platformasında ümumiyyətlə Azərbaycan dilində bütün şəxsi inkişaf mövzularını vurğulamağa çalışırıq. Yeni başlamışıq bura. Yavaş-yavaş bir mövzunu götürüb, məsələn, bu ay bizim üçün ümumiyyətlə özünə sevgi ayıdır və həm YouTube-da, həm Instagram-da, həm Nova-da ümumiyyətlə bu mövzuda podkastlar, videolar, materiallar paylaşırıq, həm ödənişli, həm ödənişsiz şəkildə. Description hissədə onun linkini qoyacağam, mütləq keçid edib baxın. Əminəm ki, özünüzə ehtiyac duyduğunuz bir məhsulu orada tapa biləcəksiniz. Və bunu artıq mən o gün baxdım ki, 7 fevraldan bəri artıq mən Novanı rəsmiləşdirmişəm. Və bunu artıq istifadəyə vermişik, saytını qurmuşuq, platformasını qurmuşuq. Budur, mənim 9-6 işim var idi. 9-6 işimi dəyişdim. Tamamilə fərqli bir rola, daha bir yuxarı rola keçdim və daha sabit, stabil bir mühitdən, formalaşmış bir mühitdən daha yeni qurulan transformasiya periodunda olan bir mühitə keçdim. Bu da mənim üçün böyük bir şey idi. Şəxsi həyatımda bəzi dəyişikliklər oldu. Sağlamlıqla bağlı bəzi problemlər yaşadım və bunların hamısını düşünürdüm ki, mən o qədər də təsir etməyib. Çünki mən yəni adi xəstəxanada növbə gözləyərkən, analizimin növbəsini gözləyərkən oturub kod yazan bir potensial insan idim. Harda ki, orada onu gözləyim dedim, mənim vaxtım var, oturum onu eləyim. Nə bilim, Instagrama video editləyirdim. Bu arada zabita.co adıyla Instagramda da məni izləməyi unutmayın. Instagram üçün video editləyirdim, nəsə axtarırdım ki, trenddə nə var, nə çəkə bilərəm, nə fayda verə bilərəm. Yəni multitaskingin zirvəsi də deyə bilərəm. Bir növ özümü aşırı yormaqla da, yəni emosional bir durumda olarkən nəsə eləmək produktiv, bu mənim öyrəşdiyim bir şeydir. Hətta maraqlı bir şeydir ki, mən 11-ci sinifdə hazırlaşarkən imtahana bir nəfər oğlandan xoşum gəlirdi. Və elə olmuşdu ki, nəsə danışırdıq, sonra nəsə dalaşdıq, xətrimə dəymişdi. Və mənim yadıma gəlir ki, mən o vaxtda ağlaya-ağlaya o, yəni problemlə ağlaya-ağlaya oturub tarix testi həll eləyirdim gecə 2-də, 3-də. Yəni bu səhnə belə gözümün qabağına gəlir və başa düşdüm ki, bu əslində mənim bir artıq şəxsiyyətimin bir parçası hissəsinə gəlib ki, emosional olaraq çətin period yaşasam da özümə icazə vermirəm ki, dincəlim, sakit oturum və onu üzləşim və yəni buraxım onu həyatımdan. Nəyləsə gizləyirəm, nəyləsə fikrimi dağıdıram, başımı qatıram. Adi məsələn bir filmə baxarkən belə mənim üçün telefonumda oluram. Və qaçıram nədənsə, bir üzləşmirəm və gördüm ki, artıq yox, bu belə getmir. Buna bir dur demək lazımdır. Nə qədər yəni biznesin böyütdüyü, böyütməyə çalışdığım bir periodunda olsa, Instagramı böyütməyə, kontent yaratmağa, öz stilimi tapmaq periodunda da olsam, qərar verdim ki, şəxsi inkişafım üçün bu mənim üçün yaxşıdır və bir müddət ara verəcəm. Çünki niyə? Və bunu hardan gəldi?
Baxdım ki, məsələn, Instagramda 3000 izlənən bir videom var idi, hansı ki, doğrudan da faydalı bir kontent üzərinə idi və o videonun 3000 izlənməsi mənə çox pis təsir elədi. Deyərsiniz ki, 3000 pisdimi? Deyil, amma mənim üçün yaxşıdımı? Deyil. Hətta çox maraqlı bir komment gəldi ki, məsələn, bir videomu hansı ki 3 saniyə çəkdim, yəni maraq belə gülməli bir video idi. 3 saniyə videonu çəkib 1 dəqiqəyə falan da editləyib ki, paylaşmışdım ümumiyyətlə və o video 3000 izləndi. Bir dənə də videom hansı ki, doğrudan da ideyasını fikirləşirdim, yox, kontenti bu, necə olsun, sözlərini bir-bir seçib yazmışdım. Bu qədər, yəni description var idi altında. Həmin videoda 3000 izləndi. Həmin videonun 3000 izlənməsi mənə çox əsəbləşdirdi. Bu biri videosu 3000 izlənməsi, yəni bu qədər çox izlənməsi o da məni əsəbləşdirdi. Və bunu mənə kənardan bir nəfər deyəndə doğrudan da belə lampoçka yandı ki, yəni nə istəyirəm mən? Bu 3000 izlənir, əsəbləşirəm, bu 3000 izlənir, yenə əsəbləşirəm, yəni hansı hal məni xoşbəxt eləyəcək? Yəni neynəsəm də 10000 izlənsə okey xoşbəxt olacağam, 100-dür, yenə olacağam? Yox. Mən gördüm ki, mənim üçün nəyisə yaxşı, yetərincə yaxşı olması deyə bir konsept yoxdur. Məsələn də diyeta saxlayıram, bir həftəyə 1 kilo arıqlasam, yenə fikirləşəcəm ki, niyə 1,5 yox, niyə 2 yox, 1. Yəni mümkün deyil mənim özümlə bağlı. Başqaları ilə də bağlı olur bəzən bu, amma özümlə bağlı razı qalmağım mümkün deyil. Məsələn, olur ki, mən işdən 9-a 6 işləyirəm, işdən çıxıram, biznesin üzərində çalışıram, amma yenə də içimdə elə bil ki, yetərli deyil hissi var və neynəsəm də bu məni yorurdu artıq ki, neynəsəm də yetərli deyil, neynəsəm də xoşbəxt ola bilmirəm, andan zövq ala bilmirəm. Adi bu gün fikirləşdim ki, bu aralar məsələn Viyananı mən çox bəyənmişdim bu il səyahət eləyəndə. O qədər darıxıram ora üçün. Bilmirəm, yəni ora ilə bağlı xüsusi bir bağım var. Bəlkə də ən çox qaldığım Avropa şəhəridir. Bəlkə də bilmirəm, çox təriflənən bir şəhərə getmişdim və oranın ruhunu çox bəyəndim. İndi fikirləşəndə isə baxıram ki, mən Viyanada olanda yenə xoşbəxt deyildim. Orada da narazı olmağı nəsə tapırdım. Ay bu falan şey belə oldu, elə şey oldu, falan yerdə yer tapmadım. Bura getmədim, bura çatmadım, ay yorulmuşam, ay belə, ay hava elədi, soyuqdur. Orada da narahat idim. Fikrimi çatdıra bilirəm, ümid edirəm ki, deyim ki, bir dənə an var, bir dənə yer var ki, mən orada deyinmədən xoşbəxtəm deyil. Hər yerdə xoşbəxt olmayacaq bir şey tapıram. Sonradan gedib ona baxanda nostalgik, necə gözəl günlər idi, necə belə idi, elə idi, amma həmin anda özümü yaxşı hiss eləmirəm. İndi də çox adam mənə deyir ki, sənin biznesin var, nə maraqlı, necə eləmisən? Məsələn, mən saytı sıfır kod bilə-bilə, ümumiyyətlə arxitektur, nə bilim, backend, frontend bilməyərək mən bunun hamısını AI ilə eləmişəm. Amma baxanda yenə də özümü dəyərləndirmirəm, özümə bir sağ ol deməyi belə özümə xatırladıram bəzən ki, bunların hamısını sən eləmisən. Yəni sıfırdan bunu sən qurmusan, ideyasını sən yazmısan, hər şeylə özün məşğul olmusan. Instagramının reklam eləmək, ümumiyyətlə editləmək, kontentin yaratmaq, həm ideyasını tapıb, həm də onu sayta yerləşdirmək, həm satışı ilə məşğul olmaq və bunları eləyə-eləyə o qədər özümə qarşı necə deyərlər də belə naşükür olmuşam ki, bir yerdən sonra artıq həvəsim də ölüb. Təsəvvür edin ki, birinə yaxşılıq edirsiniz, biri üçün çalışırsınız, çabalayırsınız, onun üçün yaxşı şeylər edirsiniz, amma heç vaxt razı olmur sizdən. Həmişə narazıdır və nəticədə yəqin ki, o insana qarşı bir müddətdən sonra artıq heç nə eləmək istəməyəcəksiniz. Mən də özümə bunu yaşayıram. Və böyük ehtimal bir çoxumuz bunun adını eşitmişik ki, perfeksionizm, mükəmməliyyətçilik. Bir çoxumuz da hətta bunun əziyyət çəkir. Belə bir şey də var ki, ümumiyyətlə evin böyük qızlarında bu həmişə olur. İnanıram buna, açıqcası, yəni statistika bunu göstərir və hətta bir kitab da var idi, onu bura yerləşdirəcəm ki, bir perfeksionistin bundan qurtulma rəhbəri kimi. Çox maraqlı kitab idi. Mən onu illər öncə oxumuşdum və kitabı oxuyanda o qədər mənəm bu demişdim də, yəni bu diaqnozu özümə son vaxtlar qoymamışam açığı. Çoxdan bu diaqnoz məndə var və doğrudan da fikirləşəndə gördüm ki, bu mənəm. Yəni heç nədən razı qalmamaq, nə olsa belə özümü kritikləşdirmək, hər şey mükəmməl ola bilər, yəni 99% mükəmməl olsun, mən o gedib o 1% erişəcəm. Yəni bu başa düşdüm də ki, özümə qarşı çox böyük haqsızlıqdır və bu haqsızlıq nəticəsində də belə hüquqi dil kimi olsa da, bu haqsızlıq nəticəsində də mən artıq biraz özümlə nəsə eləməyə marağını da itirmişəm və bu aralar özümə icazə verməyə qərar verdim ki, dayanacağam bir müddət. Nə istəyirəmsə onu eləyəcəm. Doğrudan da biznesimi çox istəyirdim.
Doğrudan da onun üzərində çalışmaq mənə motivasiya verir. Çünki yeni şey öyrənirdim də, məsələn, araşdırdım ki, marketinq necə olmalı, satış necə olmalıdır, kod yazmaq necə olmalıdır, saytlar, şəkillər necə düzəlir. Çox şey öyrənmişəm bu prosesdə və o proses mənə çox maraqlı idi. Amma hiss elədim də ki, o qədər o prosesin içindəyəm ki, artıq bir nəfəs almalıyam, bir geri çəkilməliyəm, sorğulayıram ki, nəyi niyə eləyirəm, bu mənə ümumiyyətlə niyə lazım idi? Mənim həyatımda olsa nə olar, olmasa nə olar? Və qərar verdim ki, bir müddət öz maraqlarıma, yeni ideyalarıma, məsələn, çox kitablar belə yığılıb qalıb ki, onları oxumaq istəyirəm və bu kitablar mənə doğrudan ilham qatır. Mən xaricə səyahət eləyəndə də düşünürdüm ki, məsələn, ümumiyyətlə insan video ideyası, kontent ideyasını hardan tapa bilər? Mənə çox maraqlı gəlir. İdeya hardan gələ bilər də? Amma başa düşdüm də ki, orada muzeyləri gəzəndə ki, ümumiyyətlə insana ideya bir yerdən gəlmir açığı. Biz baxdığımız şeylərdə fərqli bir, məsələn, bir şəklə baxa bilərsiniz. Sizlə mənim baxdığımızda gördüyümüz şey eyni olmayacaq. Eyni yerə baxırıq, amma biz orada fərqli şeylər görəcəyik və fərqli nəticələr əldə edəcəyik və bu nəticələr əsasında bir fərqli ideya formalaşacaq və o ideya əslində bir kreativ kontentdir. Orada gördüyümüz bir şeydir, orada maraqlı olan bir şeydir bizə. Və buna görə də qərar verdim ki, bir müddət öz içimdəki o perfeksionizm mübarizəni də dayandırıram. Yəni vuruşmaq əvəzinə ki, yox yaxşıdır, yox düzdür, sən səhvsən, sən beləsən, onu da eləmirəm. Onu da dayandırmışam bir müddətlik və qərar da verdim ki, sadəcə zövq almağı. Məsələn, dünən işdən çıxdım və salona gedəcəydim. Mənim işim də elə bil ki, Bayıl tərəfdədir. Bayıldan Targovaya yeriyərkən o yolu əminəm ki, hamınız getmisiniz. Yəni Targovun küçəsinə getmisiniz. Harasa tələsən olub ki, anlarınızda getmisiniz və belə bir sakit baxıb bəzən dəyərləndirmirik, yəni. Mən o yolu gedərkən 1 saat vaxtım var idi və yarım saatlıq yol idi və o qədər o yoldan zövq aldım. Sadəcə, yəni gəzə-gəzə, yavaş-yavaş bulvarı istəyirdim. Keçdiyim məsələn keçidlərə baxırdım. Orada mağazaların qarşısından keçirdim, fərqli insanları müşahidə edirdim və doğrudan da çox nadir hallardandır ki, mən orada zövq aldım. Doğrudan da anı yaşadım. Olduğum yerdə bəzən biz bir fiziki olaraq bir yerdəyik, amma beynimiz, hisslərimiz, ruhumuz orada deyil. Və mən onda hiss elədim ki, mənim doğrudan da bədənim, ruhum və şuurum eyni anda eyni yerdədir. Eyni şeyləri görürük. O yeridiyim andan zövq aldım, yeridiyim havadan, necə ki belə qəşəng hava idi, biraz da belə külək əsirdi və çox da qəşəng edirdi onu. Axşam saatları olduğu üçün artıq belə günün batan vaxtları idi və çox zövq aldım və fərqinə də vardım ki, mən bu hissi yaşamaq istəyirəm. Ola bilər ki, mən bunu 24 saat yaşaya bilmərəm. Gün ərzində bu real deyil, çünki hamımızın işi var, harasa tələsirik. Amma mən bunu günümün bir hissəsində yaşaya bilərəm və özümə bir növ söz verdim ki, mən bunu özümə layiq görəcəm, özümü buna məruz qoyacağam ki, mən bunlardan zövq alım. Tələsdirməyəcəm özümü, qaça-qaça salmayacağam. Tutalında bir işi niyə 15 dəqiqəlik işi niyə yarım saata gördüm deyə özümü günahlandırmayacağam ki, "A, yox, sən biraz sürətli işlə, sən produktiv olsan daha tez ola bilərdi." Bunu işdə çox yaşayırdım ki, mən qaça-qaça bunu da eləyim, bir dənə də araya bir şey alım, bir dənə də görüşə girim, bu görüşə də çatım, ona da çatım və sonda elə bil ki, belə tükənirdim də, doğrudan halım qalmırdı nəsə eləməyə və söz verdim ki, özümə artıq buna tələsməyəcəm. Özümü daha yaxşı versiyam üçün çalışacağam, amma bu o demək deyil ki, mən bu anı yaşamayacağam. Gələcəkdəki mən üçün təbii ki, çalışmalıyıq, təbii ki, onun ən yaxşı versiyasını yaratmağa çalışmalıyıq, amma bu bugündən qurban vermək hesabına olmamalıdır düşünürəm. Bunu da paylaşmaq istədim sizlə ki, bu mənim özümə qarşı verdiyim sözlər idi ki, özümlə danışdığım dili düzəltmək, özümə haqq qazandırmaq, özümü doğrudan da dəyərli bilmək. Necə ki, biri üçün bir iş görəndə onun bizə dəyər verməyini istəyirik, biz də özümüzə dəyər verməliyik. Biz də özümüzə belə bir məcazi mənada da olsa başımıza bir sığal çəkməliyik ki, bacardın sən bunu, çox gözəl bacardın. Ola bilər ki, mükəmməl deyil, heç bir iş mükəmməl olmaq da məcburiyyətində deyil. Amma bu sənin elədiyin bir işdir və bu dəyərlidir, bu dəyər qatır. Bunu anlamağı öyrəndim və başa da düşürəm ki, həm şəxsi işimdə, həm korporativ işimdə, həm şəxsi münasibətlərimdə bunu öyrənməliyəm və bunun üçün də biraz bir addım geri çəkilib nə etdiyimə baxmalıyam ki, mən nəyə necə reaksiya verirəm, nə düşünürəm həmin anlarda. Amma bunu da dəyişdirərkən təbii ki, özümü incitmədən, özümün indiki versiyasının da
bundan əvvəlki illərdən çox fərqli olduğunu, çox irəlidə olduğunu anlayaraq özümə nəvazişlə dəyər verərək öyrətmək ki, okey, sən bunu bu gün belə görürsən, amma bəlkə belə görərsən, bu demək deyil ki, bu pisdir. Amma daha da yaxşı ola bilər. Bunun üçün də vaxtımız da var. Yəni ümumiyyətlə vaxtımız, resurslarımız bunu eləməyə necə deyirlər də, ağlımız var, ruhumuz bunu istəyir və biz buna çatacağıq. Bu çox dəyərlidir ki, biz özümüzün indiki versiyasını da, əvvəlki versiyasını və gələcək versiyasını qəbul edək. Nə siz əvvəlki versiyanızı qınayaraq irəli gedə bilərsiniz, nə də ki, indiki versiyanızdan narazı olaraq qabağa gedə bilərsiniz. Nə vaxt ki, olduğumuz yerdən xoşbəxt olacağıq, olduğumuz yeri qəbullanacağıq, o zaman sadəcə irəli gedə bilərik və bu çox dəyərlidir ki, biz bunu öyrənək həyatımızda. Sizi də təklif edirəm ki, bu yayın son günlərini istifadə eləyərək, yəni sentyabrda məktəb ola bilər, universitet ola bilər, işiniz başlayacaq. Bunlar başlamadan bir addım geri çəkiləsiniz və ən azından bir müddətli özünüzə istirahət eləməyə icazə verəsiniz ki, mən nədən zövq alıram, mən necə enerjimi toplayıram. Ola bilər ki, sizin çox belə ciddi bir işiniz var, amma o işin arasında enerjinizi toplamaq öyrənməlisiniz. Sizə zövq verən işlərin sizi necə həyatınıza təsir elədiyi, sizin növbəti gün üçün necə hazırladığına. Çünki bir çox insan var ki, 8 saat işindən sonra sadəcə gedir, yatır, telefondadır, nəsə baxır, amma onu dincəlmir də. Yəni sözün əsl mənasında dincəlib növbəti gün üçün enerji yığmır və bu da o deməkdir ki, siz tutanda telefonunuzu təsəvvür eləyin. Sizin telefonunuzun zaradkası gəldi düşdü 60%-ə, siz onu axşam çarjera qoymadan səhərsi gün yenə istifadə edirsiniz. Növbəti gün düşür 40%, növbəti gün yenə çarj eləmirsiniz, yenə düşəcək 20%-ə. Belə-belə artıq siz sıfıra yaxınlaşacaqsınız. Bir də var ki, siz hər dəfə axşam onu bərpa eləyəsiniz. Özünüz üçün bu insanlarla vaxt keçirməksə insanlar, kitab oxumaqsa kitab, idmandırsa idman, bunları həyatınızda zənginləşdirəsiniz ki, lazım olan işlərə enerji, gücünüz və marağınız qalsın və bu çox önəmlidir. Mən bu son vaxtlar deyəsən bunu biraz buraxmışam çünki fokusum başqa yerdə idi. Bu da ola bilər. Bu da qəbul olunandır. Buna görə də özümü təbrik edirəm. Çox qısa müddətdə çox böyük irəliləyişlər əldə elədim buna görə. Və belə balanslamağa artıq başa düşdüm ki, mən sıfıra yaxınlaşıram və o sıfıra çatmadan dayanmalıyıq. Çünki telefondan yenə nümunə versəm, çünki texnologiya əslində bizim bir refleksiyamızdır. Sizin telefonunuzun 1% belə zaradkası olanda siz onu çarjera qoşsaz, o daha sürətli yığmağa başlayır. Nəinki sıfıra çatanda, çarjera qoşanda siz gözləməlisiniz ki, o bir müddət ümumiyyətlə açılsın. Ümumiyyətlə telefonunuzun işığı yansın, özünə gəlsin. Ona görə heç vaxt özünüzü sıfırlamağa icazə verməyin. Gördünüz ki, azalır. Bunu duymağı öyrənmək lazımdır ki, mənim enerjimin azaldığını hardan anlayıram? Mənim artıq tükənməyə doğru getdiyimi hardan anlayıram və bu sizə daha tez sürətdə, daha tez formada yenilənməyə icazə verəcək və özümüzə qarşı daha diqqətcil, daha anlayışlı dildə danışmaq öyrənməliyik. Bunun üçün də mən özümün də istifadə etdiyi bir praktikam var ki, buna özünə sevgi sprinti adı qoymuşam ki, özünü sevən bir insan və yaxud biz birini sevdiyimiz zaman onunla necə rəftar eləyiriksə, eyni formada da özümüzlə rəftar eləyirik. Və bunu 28 günlük bir challenge formasında qoymuşdum ki, hər gün bunu praktik eləyək, özümüzə qarşı nəvazişlə danışmaq öyrənək, özümüzün yaxşı tərəflərini görməyi bacaraq. Çünki mən sizə indi soruşsam ki, pis tərəfləriniz nədir, nəyi dəyişmək istəyirsiniz, o dəqiqə hamının cavabı var. Amma yaxşı tərəfləriniz nədir? Sizdə olub da başqalarında da olmasını istədiyiniz və yaxud başqalarının da özlərində sizdə olan bir xüsusiyyətini də sorursam, bir çoxunuz dayanacaqsınız, cavabınız olmayacaq. Ona görə də çox önəmlidir ki, özümüzün də müsbət tərəflərinə baxmağı öyrənək. Bu materialın da ümumiyyətlə linkini bioda yerləşdirəcəm, videonun descriptionunda ki, siz görə biləsiniz və yoxlaya biləsiniz ki, bu sizə necə bir təsir eləyəcək. Mütləq yoxlayandan sonra mənlə şərhlərinizi də bölüşün. Bu prosesdə mənə dəstək olur ki, ümumiyyətlə həm yaradıcı tərəfimi, həm maraqlarımı, həm karyeramı hamısını bir yerdə idarə edeyim və bunu sustainable formada, yəni dözümlü formada edim ki, uzun müddət eləyə bilim. Mən bunu bir həftə elədim, sonra bir həftə belə leş qaldım, halım yoxdur, olmasın. Uzun müddətli şəkildə mən bunu hamısını idarə edə bilim. Bu da çox önəmlidir. Və ümid eləyirəm də ki, bu sizə bir fayda verəcək, sizə ən azından bir xatırlatma kimi olacaq ki, həyatınızda bəzi şeylərə bir dönüb baxasınız, dəyərini biləsiniz.
oradan zövq almağı bacarasınız. Bu çox önəmlidir. Biz bir çox şey eləyirik, amma ondan zövq almağı da, oradan da belə bir dərin nəfəs alıb, onun içinə çəkməyi, oradan anda qalmağı çox az adam bacarır və buna görə də biz yaxşı şeyləri də qaçırdırıq, pis şeyləri də qaçırdırıq, oradan alacağımız dərsləri də qaçırdırıq və sonra geriyə dönüb baxanda sadəcə anlayırıq ki, mən necə gözəl şeylər yaşamışam. Bəlkə də əvvəlki versiyam o anda düşündüyümdən çox daha yaxşı imiş. Mən bunun dəyərini bilməmişəm sadəcə. Və yaxşıdır ki, biz bunu indidən öyrənməyi bacaraq, nəinki illər sonra geriyə baxıb təəssüf eləmək. Çox sağ olun ki, məni dinlədiniz. Ümid edirəm bu video sizin üçün də faydalı oldu. Şərhlərinizi gözləyəcəm. Mütləq mənimlə paylaşın. Nə düşündünüz? Razısınız, razı deyilsiniz? Ola bilər ki, mənim düşüncəmə fərqli bir nüans qatacaqsınız. Bu da mənim üçün çox dəyərlidir. Təşəkkür edirəm hər birinizə məni dinlədiyiniz üçün. Növbəti videoda görüşənə qədər.